Salam, hər vaxtın xeyir olsun, əziz izləyicilər. Biz evimizə gəlmişik, radiatorların içəriləri tutulubdur. Onu təmizləməyə. Bu mənim köhnə müştərimdir. Vaxtında çağırır, gəlir radiatorlardır və sistemdir. Onu təmizləyirik. Əlbəttə ki, motorla yox, ruchnoy təmizləyirik. Motorla hansı hallarda lazım olur təmizləmək? Sistemi çox gecikdirərsənsə, radiatorların içərisində ərk bağlayarsa, onda motorla təmizləmək olar. Ancaq vaxtında təmizləyəndə motor ehtiyac deyil. Ruchnoy motordan da yeri gəlsə təmizləyir. Mən radiatorun içərisində göstərəcəm sizə. Gül kimi tərtəmizdir. Yəni bir dənə deyəsən, nə belə deyək, ərpin qırıntısı qalır, nə də ki, suyun bulantısı qalır. Murat, yorulmayasan. Bunu Murat təmizləyib hazırdır. Görürsünüz, baxın. Baxın, görün nə tökülür. İndi o radiatoru elənçinə tut, qoy bir dənə radiatorun içərisini çəkin. Şlankordan çək əlini. Bax, əzizləyicilər, görürsünüz, bax. Bax, fikir ver, bax. Borunun buradan baxanda radiatorun içərisindən o birisi tərəf tam açıq aydın görsənir, tərtəmizdir. Baxın tökülənlərə, bax, görürsünüz. Baxın. İndi kommentariyalarda yazacaqlar ki, yox, motorla lap yaxşıdır, nədir? Motorla, yenə deyirəm, bax, bu ərpi gecikdirirsən, bax, görürsən, bax. Görürsən, bax, bu yumuşaq haldadır. Bax, əlinlə vurursan, öz-özünə əzilir, gedir. Çünki vaxtında təmizləyəndə, bax, görürsünüz, vaxtında təmizləyəndə, bax, görürsünüz, bax, yumuşaq haldadır, bax, əlinlə vurursan, bax, öz-özünə oxalanıb gedir, görürsünüz, bax. Bu tam bərkiyəndə radiatorun içində, belə deyək də, daş kimi olur. O daş kimi olanda, onda motorla lazımdır təmizləmək. Ancaq vaxtında təmizləyəndə motor ehtiyac deyil. Ruchnoy ondan lap yaxşıdır. Ruchnoyda niyə? Radiatoru hər tərəfinə fırlayırsan, çalxalayırsan da, belə deyək. Hər tərəfini eyni dərəcədə təmizləyir. Motorla olanda ancaq bir istiqamətdən çıxır, bir tərəfdən də gedir. Düzdür, sürətdən olur, söhbət yox. Amma ancaq yuxarı hissələrdə görürsən, bəzən hallarda qalır. Baxın, görün nələr tökülür də, bax. Görürsən, bax, bu vaxtında təmizlənəndə, əzizləyicilər. Görürsünüz, baxın. Görün necə təmizlənir. Tərtəmiz olur. Çünki vaxtında təmizləyəndə hamısı çıxır. Nə var, hamısı çıxır. Bax, görürsən. Ancaq bunu gecikdirdinsə, radiatorların içəriləri pis günə qalır. Çox bərbad halda olur. Bax, görürsünüz, bax. Hamısı, bu radiatorun altı, bax, bunlar hamısı filtrlərdir, altlarda olanlar. Yığıntı orada yığılıb qalır. Görürsünüz, bax, nə qədər tökülübdür, nə qədər də hələ axıb gedibdir. Bütün hamısı, bax, getdikcə görürsən, bax, bulanlıq su çıxandan sonra görürsən ki, xırda ərklərdir zat. Bax, onlar gəlib, hamısı tökülür. Bax, çevirirsən, məsələn, radiatoru o birisi tərəfinə. Çevirsən, tələsməsən, rahat şeylə, yox. Bu hissədən də, bax, indi o birisi tərəf, əks tərəfdə olur. Amma motorla yuyulanda, bax, o hissəyə, belə desək, suyun sirkulyasiyası getmir. Aşağı ilə axım gedir. Gedəndə, bax, bunları görürsünüz, bax, bunlar, radiatorun arxalarında 2 sm dərinliyi olanlar hamısı filtrlərdir. O filtrdə yığıntı yığılıb qalır, bax, orada gördüyünüz kimi. Ona görə də, bax, bu, belə ruchnoy vaxtında təmizləyəndə çox təmiz olur da, belə desək, yəni 100% təmizlənir. Bunu motorla təmizləyəndə, belə deyək də, motorla haradasa bir 15-20 dəqiqə bir radiatoru saxlayırsan da, yəni pataloku ondan o tərəfə saxlamaq olmur. Amma belə də görsən, nə qədər vaxt sərf olunur bir dənə radiatorda. Çünki təmiz çalxalayırsan, içərisində, o içəri divarlarda nə qədər ərp yapışıbsa, hamısı qopub tökülür. Çünki yumuşaq halda olur. Bax, görürsünüz, bax. Bax, bütün nə var, hamısı tərtəmiz gül kimin olur.
Buna bax, gör nələr çıxır, bax. Görürsən. Bax, çox təmiz olur da. Rutsnoy, bir sözlə Rutsnoy, Esenjor da görsən, təmizləyəndə Rutsnoy tərtəmiz olur. Ancaq motorla təmizləyirlər Esenjoru 2 aydan, 3 aydan sonra tutulur yenə. Çünki 15 dəqiqə, 20 dəqiqə ərzində o heç vaxt təmizlənməz. Rutsnoy belə deyək, 2 saat o dərmanda qalan 2 saata təmizlənir. 15 dəqiqə necə təmizlənəcək? O təmizlənməz axı. Ona görə belə uzun video çəkirəm ki, axıra qədər baxın, tam təmizlənənə qədər. Tam təmizlənəndən sonra görün, görürsünüz, çalxaladıqca nələr gəlib dökülür. İndi bunu belə düzün desək, yəni motor o dərəcədə vurur, düzdür. Amma yuxarı hissələrdə qalır. Yuxarı hissələrdə su axımı olmur axı. Suyun axımı sürətdən olanda aşağı ilə gedir. Yuxarı ilə o qədər təsir eləmir. Ancaq belə əllə həmi təmizləyirsən, radiatorun araları, tozu, torpağı görürsünüz. Bütün nə var, hamısı gedir. Tərtəmiz olur. O birisiləri təmizlənibdir. Option neçə radiatordur? 2, 4, 6, 8, 9 dənə radiatordur. Bir də stipoldur. Stipol da təmizləyəcəm. Bax, budur, əzizləyicilər. Əsas odur ki, aldanmayın. Bu dəqiqə usta çoxdur, düz danışanda azdır. Ona görə də çalışın, aldanmayın. Ev sahibindəkin əksəriyyəti bilmir də, anlayış yoxdur deyə, ona görə bəzi ustalar aldadır. Ona görə çalışın, aldanmayın. İşinizi 100% görüb təhvil versinlər. İndi o başından suyu tut. İçərləri də altıdadır, görürsünüz. Bütün nə var, radiator belə desə, elə bir təzə pakovkadan gəlib çıxır. Oldu, tərtəmiz gül kimi. Onu qoyura. Hələ onların içindən gör nələr çıxacaq. Çünki vaxtında demişəm müştəriyə ki, sağ olsun, bu da vaxtında deyir. Kinaya usta, gəl bunları dediyin kimi təmizlə. Təmizləyirəm, heç bir problemdə olmur. Qışda da ki, maşallah olsun. İstilik də ki, super olur. Onlara deyim, o radiator şeylə. Yox, o görünür, onsuz da telefonda görünür. Kimi, burada açıq aydın çəkiliş edirəm, kimisi aldatmırıq ki. Buna bax, görürsünüz, baxın. Bax, bütün nə var, hamısı tökülür. Buna bax. Bax, tərpətdikcə o filtrin yerində olanlardır. Su oynadır yerindən, təmiz çıxardır. Görürsünüz, baxın. Çünki vaxtında olanda çox təmiz olur da. Yəni, içində bir damcı deyəsən, divarlarında ərp bağlamır. Çünki çox keçirdəndə vaxtını, onda daşlaşma gedir, şey eləyir. Onda dərmanla, motorla yumaq lazımdır. O da ki, yenə deyirəm, gərək, necə deyim, təmiz yuyasan da, yəni, başdan sovd eləməyəsən. Elə eləyəsən ki, içərisi radiatorun təp-təzə kimi ola. Biraz düzdür, aparır, sonra divarında yenə qalır, o həmən yerdən davam edir, yenə ərp bağlayır. Gərək təmiz yuyasan. Görürsünüz, hələ nə qədər hissəsi hələ axıb gedib kanalizasiya. Görürsən, bax, o hissəni, bax, bu çevrilən fasondan motor elə də təmizləmir. Çünki axım aşağı ilə getdiyinə görə təmizləmir. Təmiz çalxalanır, radiator belə desək də tərtəmiz gül kimi olur. İndi belə götürəndə motorla təmizləmək asandır, yoxsa Rutsnoy təmizləmək? Əlbəttə, motorla təmizləmək asandır. Amma Rutsnoy təmizləmək görsən nə qədər vaxt sərf olunur.
soyuq havada, əl-ayaq suyun içində. Amma motorla açırsan krankları bir-bir təmizlənir. Görürsən, bütün nə var, hamısı tərtəmiz gül kimi. Radiatorlar çevrilir o tərəfdən, bu tərəfdən. Tərtəmiz təmizlənir. Görürsünüz var. Bütün nə var, hamısı. Tozu torpağı da gedir. Bax, belə də radiator düzdür. Evdə nə qədər toz var, hamısını yığır üstünə. Ona görə istifol yaxşıdır. Istifoldan başqa yalandır. Radiator evdə toz yığınağı deyil. Nə qədər toz var, hamısını yığır canlı. Əzilir, belə olmana baxma, görsən, bax, vuran kimi təmiz əzilir. Buna bax, yumuşaqdır. Buna bax, su halına düşür də, belə deyək. Yəni, bu bərkimə ehtimalı, məsələn, gecikdirsən, məsələn, mindən sonra bir 2-3 ildə işlətsən, o bərkib daşa dönür. Amma vaxtında yuyanda yox, vaxtında yuyanda heç bir problem olmur. Bu da təmiz gül kimi. Görsən, içindən damcı da deyəsən, nə daşdı, nə ərpli belə şeylər gəlib tökülmür. Hələ bu uzun radiatorun hələ içindən nələr töküləcək. Əsas məsələ budur. Bunun görünün içindən nələr töküləcək. Oradan o bir tərəfdən tökülür. Ay vay, buna bax. Gör nələr. Çalxalaya elə. Biraz ağzını aşağı. Doğru. İndi bax. Ora açıq da, gör. Nələr gəlir. Tut, şlankı tut. Tut, qoy. Devam edəsin. Ona bax, gördünüz. Bax. Bax. Sonra deyirlər, Rusnoyda tam çıxmır içərisindən. Görsən necə çıxır, bax. Gördün, bax. Rusnoy lap təmizlənir. Bütün nə var, hamısı tökülür. Görsən, tərtəmizdir. Çıxır. Çünki tam çalxalayırsan da, o içəri divarlarına nə qədər şey var, hamısı tökülür. Ərp var, tökülür.
Balacalar aranın əlinə Hə, sürüşür. görsüz əzizləyicilər, bax, təmizlənənlər hamısı bunlardır. Görürsünüz. Hələlik bu qədər əzizləyicilər, inşallah növbəti videolarımız olacaq. Abunə olmağı unutmayın, abunə olun ki, videolarımızı izləyə biləsiniz. Hələlik bu qədər, sağ olun, Allah amanında qalın, sağ olun.